Və bəzi insanlar da Rəcəb ayının 27-si gecəsi sanki bir məclis qurur və etiqad edirlər ki, bu gecə İsra gecəsidir, Meyrac gecəsidir və bu gecədə müəyyən tədbirlər edirlər, bəzi qəsidələr söyləyirlər, müəyyən kəlmələr deyirlər, təriflər olunur. Halbuki bu fəzilətli əsrlərdə yaşayan insanların etmədiyi şeylərdir. Nə səhabələr, nə təbiinlər, nə ki onlardan sonra gələn ətbə-i təbiinlər. Alimlər deyir ki, yəni keçmiş, ilk fəzilətli dövrlərdə yaşayan müsəlmanlar İsra gecəsini qeyd eləməsi olmamışdır və İsra gecəsini başqa gecələrdən üstün tutmamışdılar və xüsusən də Qədr gecəsindən üstün heç tutmamışdılar. Nə sahabələr, nə təbiinlər, nə də ki onlara gözəl şəkildə tabi olanlar İsra gecəsini müəyyən iddia olunan işlərlə xüsusiləşdirməmişlər. Və həmçinin sonra deyirlər ki, İsra gecəsi hələ 27-ci gecə olarsa, bu fərziyyə ilə olsa belə. Halbuki İsra gecəsinin hansı gecə olması haqqında da ixtilaf var.